Bilalamin sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, 3 Əsas Risaləsini oxumağa davam edirik və bundan əvvəlki dərsdə oxuduq ki, Muhammed Abdülvahhab, Allah ona rəhm etsin, gətirdi ki, sənə sual versələr ki, Rəbbini nə ilə tanımısan? Ona da ki, ayələri və məxluqatı ilə. Sonra saydı ki, ayələrindən gecə, gündüz, günəş, ay, Allahın məxluqlarından 7 qat göy, 7 qat yer və bu ikisinin arasında olanlar hamısı Allahın məxluqlarıdır. Lakin burada fikir versəz, qardaşlar, deyir ki, Allahın ayələrindəndir. Gecə, gündüz, günəş, ay. Məxluqlarından deyəndə 7 qat yer, 7 qat göy deyir. Elm əhli buyurur ki, yəni fərq burada nədir? Ümumi hər biri məxluqu da Allah Taala'nın. Allah Taala Fussilet surəsində buyurur ki, "Və min ayatihi el-leylu ven-nahar veş-şemsu vel-qamar la tescudu liş-şemsi ve la lil-qamar vescudu lillahi'llezî halaqahunne in kuntum iyyahu ta'budun." Gecə, gündüz, günəş, ay onun dəlillərindəndir, ayələrindəndir. Günəşə, aya səcdə etməyin. Əgər ona ibadət eləyənsinizsə, yəni Allaha ibadət eləyənsinizsə və ibadət edirsinizsə, onları yaradana ibadət edin. Gecə, gündüz, günəş, ay, hamısı Allahın məxluqlarıdır. Lakin burada elm əhli buyurur ki, nə üçün? Gecə, gündüz, günəşə, aya ayələr deyir, yerə, göyə məxluq deyir. Yəni gecə, gündüz dəyişəndir ona görə. Gedir, gəlir. Həmçinin günəş, ay, gedir, gəlir, yer dəyişmə eləyirlər. Ona görə onlara ayələr deyir. Və Şeyx Muhammed İbn Salih Əl-Üseymin rahiməhullah şərhdə buyurur ki, وَالدَّلِيلِ عَلَى أَنَّ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ مِنْ آيَاتِ اللّٰهِ عَزَّ وَجَلَّ. Yəni gecə, gündüz, günəş və ay Allahın dəlillərindən olmasına, nişanələrindən olmasına dəlil Fussilet surəsi 37-ci ayəni gətirdi, yəni Muhammed Abdülvahhab. وَمِنْ آيَاتِ اللَّيْلِ وَالنَّهَارِ. Onun ayələrindəndir. Ayə deyəndə Şeyx Səmin buyurur ki, Əy minəl aləmətil bəyyinəti əl-mübəyyinə limədlulihə əl-leylu vəl-nəhar fi zətihimə və ixtilafihimə və mə əvdə'əllahu fihimə min məsalihil ibəd və təqallubəti əhvalihim. Buyurur ki, yəni dəlillərindəndir, gecə, gündüz fərqli olmaları. Həmçinin Allah Taala'nın o gecə gündüzdə məxluqları üçün xeyirlər qoyması və o gecədə gündüzdə qullarının əhvallarının dəyişməsi, gündüz başqa cür olur, gecə istirahət edirlər və s. Bunların hər biri yönəldir ki, Allah Subhanahu wa Ta'ala. Və kəzəlikə şəmsu vəl-qamar, eləcə günəş də ayda. Fi zətihimə, özü özlərində. Və seyrihimə, gedib gəlmələrində. Və intizamihimə, nizamlı şəkildə olmalarında kimə yönəldir? Yönəldir səni onları yaradana. O da Allah da Subhanahu wa Ta'ala. Həmçin digər bir ayəni gətirir Muhammed Abdülvahhab, Əraf surəsi 54-cü ayə. Allah Teala buyurur ki, İnna rabbakumullahu allazi xalaqas semawati vel arda fi 6 ayyamin, thumma istawa alal arş. Yughshil leylen nahara yatlubuhu hasithan ve şemse vel qamara ven nucuma musakharatin bi emri. Ala lehul halqu vel emru. Təbarəkallahu rabbul alamin. Həqiqətən də Rəbbimiz olan Allah yerləri və göyləri 6 gündə yarattı. Thumma istawa alal arş. Sonra ərşə istiva elədi. Yughshil leylen nahara. Allah Teala örtür, yughşi örtür. El-leyl en-nahara, gecəni gündüzlə. Yatlubuhu hasisə. Yəni onlar bir-birlərini təqib edirlər. Bir-birlərini təqib edirlər. Və-şəmsə vəl-qamar, həmçin günəşi və ayı yarattı. Və-nucumə musakharatin bi əmrihi, ulduzları öz əmrinə ram eləyib. Ələ ləhul xalqu vəl-əmr. Bilin ki, xəlq etmək və əmr etmək ona məxsusdur. Təbarəkallahu rabbul alamin. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır. Burada fikir versəniz, deyir ki, Allah Taala
Rəbbiniz olan Allah yerləri və göyləri 6 gündə yaratdı. Sonra hər şey istiva elədi. Bəzi özünə ağıllı deyən bu yazarlar və s. deyirlər ki, mesela kitab yazıb biri, deyir ki, Allah yerləri, göyləri 6 gündə yaratdı, 7-ci gün istirahət elədi, 8-ci gün neynədi? Əuzu billah, Allaha sığınırıq. Allah haqqında belə batil kəlam deməkdən. Batildir belə sözlər. Allah haqqında belə söz demək olmaz. Allah Teala buyurur ki, ayədə وَلَقَدْ خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ. Allah Teala buyurur ki, وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ. Yerləri və göyləri 6 gündə yaratdıq, bizdə bir yorğunluq da toxunmadı. Yəni demək istəyirlər ki, Allah Teala yaradıb 6 gündə, 7-ci gün istirahət eləyir. Allah Teala yorulan deyir, yaratdı və bizə bir yorğunluq toxunmadı. İnsan yorulur, insan xəstələnir, aciz olur. Allah Teala heç nədən aciz deyil. Vallahu ala kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Təsəvvür eləyin, Allah barədə görün, hansı zəndədir insanlar. Allah barədə hansı düşüncədədir. Tanımır da, Allahı tanımır. Deyəndə ki, insanlar əksəriyyəti Allahı tanımır. Xoşlarına gəlmir ki, siz ne üçün belə deyirsiniz? Biz bəyəmdir kafirik. Biz demirik kafirsiniz. O iddiada da deyilik. Amma iddia edirik və ispat gətiririk sizə ki, siz Allahı tanımırsınız. Sən bilmirsən, sənin Rəbbin kimdir, sənin yaradan kimdir, o nəyə qadirdir, bütün nöqsanlardan uzaqdır. Ona görə deyirik tanımırsan. Tanısan belə deməzsən, kitabını oxusan, Quran-ı Kərimi oxusan, ədalətlə, insafla, onda tanıyarsan Allah Taala'nı. Şeyx Seymin buyurur ki, rahiməhullah, bu ayədə, Əraf surəsi 54-cü ayədə bəzi faydalar var, onlardan qeyd eləyir. Minəl ədilləti alə ənəllaha xalaqəs səmavati vəl-ard qovluhu təalə. Yəni Allahın yerləri və göyləri yaratmasına dəlillərdən elə bu ayədir. Və bu ayədə də nişanələr var Allah Teala yönəldən. Allahı insana tanıdan nişanələr var. Birincisi, ənəllaha xalaqa hadil məxluqat əl-azimə fi sittəti əyyəm. Allah Teala bu əzəmətli məxluqatı 6 gündə yaradıb. وَلَوْ شَاءَ لَخَلَقَهَا بِلَحْظَةٍ. 6 gündə yaradıb. Əgər istəsəydi bir anda da yarada bilərdi. Dəlil nədir buna? İnnəllaha alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir. İstəsəydi bir anda yarada bilərdi. Sonra buyurur ki, وَلَكِنَّهُ رَبَطَ الْمُسَبَّبَاتِ بِأَسْبَابِهَا كَمَا تَقْتَضِي حِكْمَتُهُ. Lakin Allah Teala hikmətinə uyğun bəzi səbəbləri bağlayıb bir-birinə. Ona görə 6 günə yaradıb. İstəsəydi bir anda yaradardı. İkincisi odur ki, ənnə istəvə aləl arş. Allah Teala yaradandan sonra ərşinə istiva eləyib. Əy ələ aleyhi uluvan xassan bihi, kəmə yaliqu bi cəlalihi və azamatihi. Yəni Allah Teala yaratdı 6 gündə, sonra ərşinə istiva elədi. Yəni özünə yaraşan şəkildə Allah Teala ucaldı. Allah Teala səmaya tərəf ucaldı və onun əzəmətinə və cəlalına yaraşan şəkildədir. Və hədə unvanu kəmalil mulk və sultan. Bu da nəyi göstərir? Allah Teala'nın mülkünün kamilliyini, Allah Teala'nın sultanlığını, ucalığının kamilliyini göstərir. İndi təzə bidətçilər çıxıb, onlar deyirlər ki, bizim əqidəmiz təvhid əqidəsidir. Mufavvidalar. Onlar kimlərdir? Mufavvid deyirlər ki, isim və sifətləri Allah Teala'nın isim və sifətlərini qəbul edir. Lakin mənasını qəbul eləmir. Deyir ki, mənasını bilmirik. Məsələn, Allah Teala istiva eləyib. Ar-Rahmanu aləl arş istiva. Rəhman ərşinə istiva eləyib. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem nuzulundan danışıb Allah Teala'nın inməsindən. İnne Rabbuna təbarək və teala yenzilu ilə səmai-d-dunya kullə leylətin heyne yəbqa sulusun leyl-əxir.
فَقَالَ مَنْ يَسْأَلُنِي إِلَى آخِرِهِ. Həqiqətən də Rəbbimiz Allah Təbaraka Teala gecənin sonuçta birində dünya səmasına nazil olur və deyir: İstəyən varmı? İstədiyini verin. Bağışlanma diləyən varmı? Onu bağışlayın. Fikir versiniz, Allah Teala nazil olur. Onlar deyir ki, Allahın nuzulun qəbul edirik. Lakin mənası nədir? Mənasını Allaha bıraxmışıq. Əhl-i-Sünnə vəl Cəmaət deyir ki, xeyr. Bəli, Allah Teala istiva eləyib, Allah Teala nuzul eləyir. Keyfiyyətini Allaha həvalə eləmişik. Mənası aydındır ki, Allah Teala istiva eləyib. Allahın əli var. Ya iblis, mə mənəəkə ən təscüdə limə xalaqtu biyədəyyə. Ey iblis, iki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mani oldu? Allah Teala özü üçün əl deyir. Əl də lüğətdə məlumdur nə deməkdir. Mənası aydındır. Oladır ki, yox. Mənasını Allaha yönəldirik, amma həmin ismi qəbul edirik. Biz deyirik ki, xeyr. Əhl-i-Sünnə vəl Cəmaət deyir ki, xeyr. Mənası aydındır. Keyfiyyəti Allaha həvalə edirik. Yəni, Əhl-i-Sünnə vəl Cəmaət keyfiyyətdə müfəvvədadır. Onlar mənada. Yəni, bilməyən qardaşlar dinləsələr azacaqlar, Allah qorusun. Zahiri sənə oxşuyur, danışanda sənə kimi danışır, İbn-i Teymiyyədən gətirir, İmam Əhməddən gətirir, 4 böyük məzhəb alimlərindən gətirir, hətta müasir bəzi alimlərin adını çəkir, lakin görürsən ki, adam bidətçidir. Əhl-i-Sünnə vəl Cəmaətin isim və sifətlərin təsdiqində 4 dənə mükəmməl qaydası var. Bilə ta'til, inkar eləmirsən, bilə təkyif, keyfiyyət vermirsən, bilə təmsil, misal çəkmirsən, bilə təhrif, mənasını yozmursan. Necə gəlib Allah Teala özü üçün hansı isim və sifəti ispat eləyib və Muhammed sallallahu aleyhi ve sellem öz sünnəsində Allah üçün hansı isim və sifəti ispat eləyib, elə ispat eləyirsən. Dediyimiz bu 4 məsələ ilə inkar etmədən, yozmadan, misal çəkmədən və keyfiyyət vermədən. Mənalarını bilirsən, keyfiyyətini isə Allaha həvalə edirsən. Sonra şeyx burada buyurur ki, rahiməhullah, üçüncüsü isə ənəhu yuğşil leylən nəhara. Allah Teala gecəni gündüzlə örtür. Biyən yəcələ leylə qışə'əlin nəhar. Belə ki, Allah Teala gündüzü gecə üçün və ya gecəni gündüz üçün örtü eləyib. Qita'ən ləhu örtü. Fəhəvə kəssəv. Gecə gündüz üçün bir geyim kimidir, bir paltar kimidir. Yüstəlu alə dav'in nəhar fəyuvattihi. Örtülür. Gündüzün ışığının üzərinə Allah Teala onunla onu qaranlıq eləyir. Dördüncüsü isə ənəhu cəalə şəmsə vəl-qamara vəl-nucumə müzəllələtin bi əmrihi. Cəllə sultanu yə'muruhunnə bimə yəşə'u li maslahətil ibəd. Dördüncüsü odur ki, Allah Teala günəşi, ayı, ulduzları öz sultanlığına, öz əmrinə ram eləyib. Məxluqatının, qullarının xeyri üçün istədiyi kimi onlara əmr eləyir. Allah Teala məxluqatının xeyri üçün istədiyi kimi onlara əmr eləyir. Beşincisi, umumu mulkihi və təməmi sultanihi haythu kana lehul xalqu vel əmru la li qeyrihi. Bütün mülk, kainat Allah Subhanahu və Teala'nın əmrindədir. Ona görə Allah Teala buyurur ki, ələ lehul xalqu, bilin ki, yaratmaq vel əmru və əmr eləmək ona məxsus. Həmçinin bu ayənin bu hissəsi, əmr hissəsi elm-əhli buyurur ki, Allah Teala'nın kəlam sifətinə dəlalət edir. Ne üçün? Əmr eləmək nə olur? Sözlə. Allah Subhanahu və Teala'nın kəlam sifətinə dəlil olan ayələrdəndir. Altıncısı isə dəyərli qardaşlar, umumu rububiyyətihi lil-aləminə kullihim. Bütün aləmlərin Rəbbi olmasını göstərir bu ayə Allah Teala'nın. Elhamdülillahi Rabbil aləmin. Bütün aləmlərin Rəbbi olan Allaha həmd olsun. Sonra burada müəllif Muhammed ibn Abdülvahhab, Allah ona rəhm etsin, gətirir ki, وَالرَّبُّ هُوَ الْمَعْبُودُ. Çünki ayədə nədir əvvəl? İnna rabbəkum. Həqiqətən Rəbbimiz. Buyurur ki, Rəbb mə'bud, ibadət olunandır. Və dəlilü qavluhu Teala. Dəlillə Allah Teala'nın Bəqərə surəsi 21-ci ayəsidir. Ya eyyuhən nəsi ubudu rabbəkum. Ey insanlar, Rəbbinizə ibadət eləyin.
Əlləzi xalaqakum, hansı ki sizi yaradıb. Vəllezine min qablikum, və sizdən öncəkiləri yaradıb. Ləalləkum təttəqun, bəlkə ondan qorxasınız. Sonra buyurur ki Allah Teala: Əlləzi cəalə lakumul arda firashə və səmâə binâə və ənzələ minəs-səmâi māə fəəxrəcə bihi minəs-səmərâti rizqan lakum fələ tec'alû lillahi əndâdən və entum ta'lemun. Allah Teala buyurur ki, dəyərli qardaşlar, insana xitab edir burada. Ey insanlar, sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin. Bəlkə ondan qorxasınız. Sonra izah edir. O Rəbbimiz ki, yeri sizin üçün döşədi. Əlləzi cəalə lakumul arda firashə, yeri sizin üçün döşəyib. Və səmâə binâə, səmanı tavan edib. Və ənzələ minəs-səmâi māən, və səmadan su nazil eləyir, su endirir. Fəəxrəcə bihi, o suyun səbəbi ilə çıxardır sizin üçün minəs-səmərāt, növ bitkilər. Niyə görə? Rizqan lakum, ruzunuz olsun. Yeyəsiz, içəsiz, heyvanlarımız yesin, heyvanlarımız içsin. Sonra fikir verindi ki, fələ təcəalu lillahi əndədən və entum ta'lemun. Özünüzlə bildiyiniz halda Allaha tay, bərabər tutmayın. Nəyi bildiyiniz halda deyir, qardaşlarım? Kim izah eləyə bilər ki, Allah Teala burada özünüzlə bildiyiniz halda Allaha tay tutmayın deyir. Nə demək istəyir? Elm əhli buyurur ki, dəyərli qardaşlar, Allah Subhanahu wa Ta'ala bəzi ayələrdə rububiyyətindən danışıb yönəldi bara uluhiyyətinə. Allah Teala deyir ki, sizi yaradan, sizdən əvvəlkiləri yaradan, yeri yaradan, göyü yaradan, göydən su endirən, onun vasitəsilə növ verən bitkiləri sizin üçün ruzu olaraq çıxardan odur. Sonra deyir ki, özünüzlə bildiyiniz halda, yəni bilirsiniz ki, bu şeyləri eləyən Allah, bunlara qadir olan Allah, yedizdirən, çizdirən Allah. Niyə Allaha ortaq qoşursunuz? Əfələ təttəqun. Başqa ayda Allah Teala deyir ki, məgər Allahdan qorxmayacaqsınız? Sən bütün ruzu verən, işlərini asanlaşdıran Allah olduğu halda sən də məsələn deyirsən ki, mənim ruzumu İmam Hüseyin verir. Mənim ruzumu məsələn Əli verir. Mənə ziyarət eləməyi Zəhra nəsib edir. Adama sual verirlər ki, mən Kərbalaya getmək istəyirəm. Necə eləyim? O da deyir ki, Kərbalaya getmək istəyirsənsə, indi Kərbalada onlara görə İmam Hüseyindir, Allah ondan razı olsun. İmam Hüseyini ziyarətə getmək üçün anası Zəhraya deyil, o da oğluna desin, səni öz ziyarətinə qəbul eləsin. Şübhəsiz. Adamın etiqadına baxın. Biz Kəbə barədə, Allahın evi, Kəbəni ziyarət eləməkdə, hansı ki onu ziyarət eləmək olar və Allahın əmridir. Onu Allahdan qeyrisini istəmirik. Bu, hansısa bir yeri, hansı ki oranı tavaf eləmək üçün, oranı ziyarət eləmək üçün, orada namaz qılmaq üçün, orada dua eləmək üçün nə Allah Quran-ı Kərimdə bir ayə nazil edib, nə də Muhammed sallallahu aleyhi və səlləmin səhi bir hədisi yoxdur. Nə də İmam Hüseyin özünün səhi bir sözü yoxdur ki, mənim qəbrimi gəlib ziyarət eləyəsiniz. İndi bu başqa məsələ. Adama sual verirlər ki, mən Kərbalaya getmək istəyirəm. Necə eləyim? Deyir ki, getmək istəyirsənsə, anasından xahiş elə Zəhradan, ona dua elə, o da oğluna desin, oğlu anasının sözündən çıxmaz, səni öz ziyarətinə qəbul eləyər. Allahu Akbar. Şübhəsiz, adamlar necə azıblar. Adamlar necə azıblar. Deyəndə ki, şirk qoşursunuz. Deyəndə ki, batil yoldur. Yaxşı, sən əgər istəyirsənsə, fərz eləsək ki, oranı ziyarət eləmək olar. Əgər fərz etsək, bu fərzdən Allaha sığınırıq, lakin misal yolu ilə. Əgər fərz etsək ki, olar, onda elə Allahdan istədə,
Allah sənə nəsib eləsin, gedəsən. Niyə Zəhradan istəyirsən ki? Kimdir ki Zəhra? Muhammed sallallahu aleyhi ve sellemin qızı. Atası barədə Allah Quranda ayələr nazil edib ki, Ənə bəşərun, mislukum. Mən sizin kimi adamam. Mən sizin kimi adamam. Əgər qeybi bilsəydim, وَلَوْ كُنْتُ عَلَمُ الْغَيْبِ Qeybi bilsəydim, لَفْتَكْسَرْتُ مِنَ الْخَيْرِ Özüm üçün xeyri çoxaldardım. Bilirsiniz, atası qadir olmadığı bir məsələni, hansı ki, məxluqatın ən əfsəlidir Muhammed sallallahu aleyhi ve sellem, onun qızına deyirsən. Olmaz dəyərli xalqımız, vallahi batıl şeylərdir bunlar. Ziyarət edəcəksənsə Allahın evini, o da Allahın özündən istəyəcəksən. وَمَا تَوْفِقِ إِلَّا بِاللّٰهِ Bax, Quran-ı Kərimdə ayədir bu. Bu bizim sözümüz deyil ki. Mənidir müvəffəq eləyən Allahdır. Allah müvəffəq eləməsə, sən eləyə bilməzsən. İndi bu Allahdan qeyrisinin evini ziyarət eləmək üçün elə Allahdan qeyrisindən kömək istəyir. Yəni Allaha sığınırıq belə əqidədən, belə dindən. Yəni onlar üçün qərib deyil əslində. Deyir ki, məsələn, Allah verib Allahlığını İmam Hüseynə və o idarə edir işləri. İnsanlar İmam Hüseynə görə ruzulanır. Məxluqat İmam Hüseynə görə ruzulanır. Dənizdə gəmilər İmam Hüseynə görə üzür. Göydə uçan samolyotlar İmam Hüseynin xətrinə üzür. Yəni Allah verib onlara bu qüdrəti, artıq da özü yox, onlar bu şeyləri idarə edirlər. Yəni, əqidəyə bir dənə fikir ver. Əqidəyə fikir ver. Allah Teala sığınırıq belə əqidədən. Sonra şeyx buyurur ki, bu ayədə Allah Teala buyurur ki, yəni dəlil kimi gətirir bu ayəni Muhammed Abdülvahab. Şeyx Seymin buyurur ki, Əd-dəlilu alə ənər-Rab huvəl mustahiqqu lil-ibadə. Bu ayə dəlildir ki, Rəbb ibadətə layiq olandır. Lakin hər Rəbb ibadətə layiqdir. Şeyx indi burada gətirəcək. Fər-Rabbu huvəl-mə'bud. Rəbb ibadət olunandır. Əy huvəl-ləzi yəstəhiqqu ən yu'bəd. Yəni ibadət olunmaq onun haqqıdır. Huvəl-ləzi yu'bədu listihqaqihi ləl-ibadə. Ona görə ibadət olunur ki, ibadət olunmağa layiqdir. Və leysəl mənə ənə kullə mən ubidə fəhvəram. Bunun mənası o deyil ki, Allahdan qeyri ibadət olunanlar, onlar da Rəbb sayılır. Xeyr. Sən ged, məsələn, İmam Hüseynin qəbrinin üstündə, ya İmam Hüseyin, evlad istəyən var. Ya İmam Hüseyin, ev istəyən var. Ya İmam Hüseyin, sıxıntıda olan var. Nə qədər deyirsən denən, sənə cavab verməyəcək vallahi. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ. Şimdi qiyamətə qədər özünə heç bir cavab verməyəni çağırandan daha zalım kim ola bilər? Bu ayənin altına düşürsən. İmam Hüseyin özü Allahdan istəyir. Sən də Allahdan istə. İsa aleyhissalam haqqında Allah Teala deyir ki, Ya İsa ibn Məryəm, ey Məryəm oğlu İsa, Əəntə qultə linnəs ittəxizuni və ummiyə iləheyni min dunillah. Ki, Allah Teala qiyamət gün deyəcək. Özü bilir ki, o deməyib. Qiyamət gün deyəcək ki, ey İsa, sən mi demisən insanlara, səni də, anavı da məndən başqa özlərinə ilah götürsünlər? Qalə subhanək. O deyəcək ki, sən paş və müqəddəssən. Mə yəkunu li ən əqulə mə leysə li bihaqq. Mənim haqqım olmayan bir şeyi demək, mənə yaraşmaz deyil, mənim haqqım deyil onu deyim olaraq. Yəni, ibadət Allahın haqqıdır. Allahın Peyğəmbəridir ki, kimsə, mən desəydim ki, kiməsə, səndən savayı mənə ibadət eləsinlər. O mənim haqqım deyil, axı, mən o necə deyə biləm olaraq? Və in kuntu qultuhu, əgər mən onu desəydim, fəqad alimtə, sən onu bilərdin. Və tə'ləmu mə fi nəfsi, sən mənim nəfsimdə olanları bilirsən. Və lə ə'ləmu mə fi nəfsik, mən səndə olanı bilmirəm. İnnəkə əntə əlləmul quyub,
Allamul Ğuyub sən deyir. Gizlini aşkarı bilən də ibadətə layiq olan. Yoxdan, yaradan da ibadətə layiq olan. Ona görə burada qeyd edir ki, ona görə ibadət edirsən ki Allaha, o ibadətə layiqdir. İbadət onun haqqıdır. Allah Teala sayır sənin üçün göyü sənə görə yaradıb, yeri sənə görə yaradıb. Mən də birinə sual verirəm. Nəsə uzun danışdıq. Özünü İmam Hüseyin məktəbindən nisbət eləyir. Danışdıq uzun. Dedim ki, qardaş, bir qısa sual. Allah səni və məni, yeri və göyü, dənizi və qurunu nə üçün yaradıb? Cavab belə oldu ki, 12 imamın xətrinə. Vallahi, belə cavab verdi adam. Sonra da deyir ki, axırda, mən deyir, elmim yoxdur, mən filan kəsi gətirərəm, sən onunla danışa bilərsən. Deyirəm ki, bax qardaş, bugün mənim üstümə biz elmli deyilik, sadəcə əlhəmdülillah dinimizi öyrənməyə çalışırıq hər birimiz. Deyim, bugün mənim üstümə kimsə gətirdin, başqasının üstünə kimsə gətirdin. Yaxşı, qiyamət günü, aləmlərin Rəbbi olan Allahın huzuruna kimə aparacaqsan qardaş? Kim gəlib səni Allahdan xilas eləyəcək? Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem səndən əvvəl hamıdan, səndən sonra da hamıdan əfsəldir. Lakin Allah Teala ona deyir ki, əgər sən az da olsa onlara meyl eləsəydin, 2 dəfə sənə əzab verərdim. Dünyada da, axirətdə də. Sonra deyir ki, səni bizdən kim xilas eləyə bilərdi? وَلَنْ تَجِدَ لَكَ عَلَيْنَ نَصِيرًا Bizə qarşı özə bir köməkçi də tapa bilməzdin deyir. Yəni Muhammed sallallahu aleyhi ve sellemə deyilir bu ayələr. Adam nə qədər zahirdir, bilirsiniz niyə? Çünki öyrənməyib. Ona belə öyrədiblər. İslam kəlməsinin mənasını bilmir. Özünü İslama nisbət eləyir. Deyir, mən müsəlmanam, amma İslam kəlməsinin mənasını bilmir. Hansı ki, dediyi 12 imam, elə bu İslama görə yaşayıb, bu İslama görə dünyasını dəyişirlər. Allah onlardan razı olsun. Sonra şeyh burada buyurur ki, Ən-nidə'u muvəccəhun li cəmi'in nəs min bəni Ədəm. Allahın bu ayəsində olan xitab, nida, bəni Ədəm evladının hər birisinə aiddir. Əmərəhumullahu azza və cəllə ən ya'buduhu vəhdəhu la şərikə ləhu. Əmr eləyib Allah onlara ki, tək ona ibadət eləsinlər və ona heç bir şey şərik qoşmasınlar. Fələ təcəlu ləhu əndədə. Və onun üçün heç bir tay bərabər götürməsinlər, yəni şərik qoşmasınlar. Və yubəyyinu ənəhə innəmə istəhaqqal ibadə. Və Allah Teala bu ayələrdə bəyan edir ki, ibadət onun haqqıdır. Likavnihi, niyə görə onun haqqıdır? Huval xaliq. O yaradandır. Vəhdəhu la şərikə ləhu. Və onun heç bir şəriki yoxdur. İnşallah qalsın gələn dəfə dəyərli qardaşlar, biraz uzundur. Allah Teala bizi tövhid əhli eləsin. Elə ilk öncə Allah həmd eləyirik ki, Allah Teala bizə İslamı az da olsa başa düşməyi nəsib eləyib. Sən sələfiliyin qədrini bilirsən belə. Təsəvvür elə dəyərli qardaş. Yəni insan belə ölsə, bu halda dünyasını dəyişsə, İnnəlləhə la yəğfiru ən yüştəkə bihi və yəğfiru mə dunə zəlikə limən yəşə. Allah ona ortaq qoşanı bağışlamayacaq. Ayəsinin altına düşür. Yəni adam Allaha ortaq qoşur. Bax, Allahdan qeyrisinə istəyir. Allahdan qeyrisinə qurban kəsir. Allahdan qeyrisinə nəzir deyir. Allahdan qeyrisinin qəbrində və Allahdan qeyrisinin qarşısında əyilir. Yəni daşın, dar bir daşdı belə. Onun arasından keçir ki, buradan keçib o yandan çıxandan sonra o daşın içində nəsə kəramət var, o ona toxunsa evladı olacaq. Fikir ver, daş haqqında etiqadı oldu ki, daş buna sürtünsə və bu daşa sürtünsə evladı olacaq. Yəni şirk nə edirsən ki? Şirk necə olur yaxşı? Allah Teala bizi qorusun. Allah Teala bizi la ilahə illallahın üzərində sabit eləsin. Allah Teala bu kəlməni doğru düzgün öyrənməyi, öz zürriyyətimizə öyrətməyi,
bizdən sonrakıları ən gözəl şəkildə çatdırmağı nəsib eləsin Allah Teala. Həmd olsun Allaha ki, Allah Teala bizi düzgün əqidəyə, düzgün mənhəcə, sağlam ağla yönəldi. Elhamdülillahi Rabbil ələmin.